Azərbaycandakı durum məlumdur. Burada düşmən axtarışı hər zaman aktualdır və bundan sonra daha şiddətlə davam edəcək. Düşmən axtarışları artıq qəhvəyi rəngli ideoloji sapıntılarla birlikdə davam edəcək. Bu dəfəki repressiya dalğasında isə Türkiyənin də adı hallanır və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin xanım Hacıbəyli orada Azərbaycana ekstradisiya edilmək üçün saxlanılıb. Doğrudur, hələlik onun vəkilləri bu prosesi məhkəməyə daşıyıblar. Hətta sürətli qaydada Avropa məhkəməsinə də müraciət edilib. Buna görə də hələlik bilmək olmur onunla bağlı Türkiyə hakimiyyəti hansı qərarı verəcək. Bu məsələ artıq Türkiyə mətbuatına da sıçrayıb. Orada Cumhuriyyət qəzeti də daxil olmaqla bir sıra medialar Gültəkin Hacıbəylinin müraciətini yayıblar. Bu müraciət isə Gültəkin Hacıbəylinin Facebook səhifəsində dünən paylaşılıb və orada belə deyilir. Dostlar, hazırda İstanbulda Arnavutköy geri döndərmə mərkəzində saxlanılıram. Bildirirəm ki, noyabrın 29-da gecə saatlarında kiraya qaldığım evə gəlmiş 4 polis əməkdaşı məni məcburi qaydada heç bir hüquqi əsası olmadan bu mərkəzə gətiriblər. Xatırladım ki, mən sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və Türkiyədə qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə onu da qeyd edim ki, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum iznim var. Xüsusi olaraq onu da ayrıca vurğulayım ki, burada olduğum müddətdə heç vaxt heç bir qayda pozuntusuna yol verməmişəm. Hazırda məni Türkiyədən qanunsuz və əsassız şəkildə deportasiya edib Azərbaycana göndərməkdən ötürü barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan, kamu güvənliyinə təhlükə yaratan, xarici terrorçulara verilən C82 maddəsi tətbiq edilərək burada saxlayırlar və Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir. Bildirirəm ki, bununla bağlı təcili qaydada artıq Avropa məhkəməsinə müraciət edilib, eyni zamanda vəkilin vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək. Mən buradan Türkiyə hakimiyyətinə müraciət edirəm ki, Azərbaycan hakimiyyətinin təzyiqləri ilə hüquqa zidd belə bir qanunsuz qərar qəbul etməkdən çəkinin. Mən 10 il Azərbaycanı Avropa Şurasında təmsil edən millət vəkili olmuşam. Azərbaycan müxalifətinin liderlərindən biri kimi hər zaman demokratik, dinc və sivil mübarizə tərəfdarı olmuşam. Bir daha bildirirəm ki, bugünə qədər siyasi fəaliyyətimdə hər hansı qanun pozuntusuna yol verməmişəm və bugün Azərbaycan hakimiyyətinin təzyiqlərinə görə məni heç bir əsas olmadan C82 maddəsi ilə xarici terrorçu kimi Türkiyədən deportasiya etmək yol verilməzdir. Mənim siyasi fəaliyyətimdə hər zaman Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını təbliğ etmək xüsusi yer tutub və ona görə də indi Türkiyə hakimiyyətinin belə bir addım atacağına heç cür inanmaq istəmirəm. Əgər bu baş verərsə, məsələ təkcə mənə qarşı haqsızlıq olmayacaq. Bu, həm də Azərbaycan müxalifətinə qarşı bugün həyata keçirilən repressiyalara Türkiyə hakimiyyəti tərəfindən dəstək vermək anlamına gələcək. Sonda onu da vurğulayım ki, mən Azərbaycana deportasiya ediləcəyim halda saxta ittihamla şərlənib həbs olunacağam və ona görə də Türkiyə hakimiyyətini belə bir addım atmazdan öncə bir daha düşünməyə çağırıram. Xatırladıram ki, Azərbaycanın bütün vicdanlı kəsimi, Əli Kərimli və başqalarına qarşı bu son təqibləri siyasi şərləmə prosesi adlandırmaqdadır. Onlardan birini xüsusi olaraq fərqləndirəcəm, çünki bu müraciət həbsxanadan bildirilib. Talih Bağırzadə bildirir ki, bizləri təzyiq, işgəncə, həbs və ölümlərlə əsla sustura bilməzsiniz. Müsəlman Birliyi Hərəkatının həbsxanada olan lideri Hacı Talih Bağırzadə, Əli Kərimli başda olmaqla Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin həbslərini kəskin şəkildə pisləyib. İlahiyyatçı həbsxanadan göndərdiyi bəyanatında belə deyir. İttihamların gülünc və absurd olduğu bu həbslərin əsas motivi Əli Kərimlinin uzun müddətli, ardıcıl və prinsipal mübarizəsinin nəticəsidir. Bu çətin günlərdə hərəkat olaraq biz cəbhəçilərin yanında olduğumuzu bildirir, onları qətiyyətlə dəstəklədiyimizi bəyan edirik. Əli bəy də daxil olmaqla günahsız yerə həbs olunanların dərhal və qeyd şərtsiz azad edilməsini tələb edirik. Bizləri təzyiq, işgəncə, həbs və ölümlərlə sustura bilməzsiniz.
Allahın yardımıyla mübarizəmiz və müqavimətimiz qətiyyətlə davam edəcək. Uca yaradan əziz və qeyrətli xalqımızı hakimiyyətin zülmündən və şərrindən qorusun. Mən bu kampaniyaya hakimiyyətin tezisləri ilə cəlb edilənlərin mövqeləri ilə bağlı heç nə demək istəmirəm. Aşkardır ki, bu cür adamlar bir qayda olaraq onlara tapşırılmış cinahdan qoşulurlar bütün belə kampaniyalara. Amma İlham Əliyevin Azərbaycanda nəinki müxalifəti, nəinki təşkilatlanmış müxalifəti, hətta fərqli fikirləri də tamamilə qadağan etmək iddiasını görməzdən gələ bilməzsiniz. Bu iddianın, bu hikkənin Azərbaycan üçün hansı nəticələr doğuracağını isə bizim proqramlarımızdan izləyin, dinləyin, nəticə çıxarın.